Space TV'de yayımlanan Tarihin Bir Günü verilişinde efir etikası ve ictimai değerlerle ziddiyet teşkil eden fikirlerin seslendirilmesiyle bağlı iddia sosyal şebekelərdə ciddi narazılıqla qarşılanıb. Verilişin aparıcısı Tarix Əliyev qonağı müğənni Nüşabə Musayevadan xəyanət edib etmədiyini soruşub. Qonaq isə xəyanətlə üzləşdiyini, buna cavab olaraq özü də xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirib. Qonağın bu davranışı haqlı və müsbət bir hərəkət kimi təqdim etməsi, aparıcının isə bu açıqlamaları daha da təfərrüatı ilə öyrənməyə çalışması müzakirələri bir qədər də alovlandırıb. Həmin çıxışlar sosial şəbəkə istifadəçiləri tərəfindən ailə dəyərlərinə, ictimai əxlaq normalarına və ümumi mənəvi prinsiplərə zidd kimi qiymətləndirilib. İzləyicilər hesab edirlər ki, bu tip efir çıxışları xüsusilə gənclər üçün zərərli mesajlar verir və onların davranış modellərinə mənfi təsir göstərə bilər. Qlobal İnfaz xəbər verir ki, Audio-Vizual Şuranın kommunikasiya sektorunun müdiri Talih Quliyev Oxaz açıqlamasında Azərbaycan Respublikası Audio-Vizual Şurasının aidiyyatı struktur bölmələri tərəfindən sözügedən fikirlərin efirdə səsləndirilməsi iddiası ilə bağlı müvafiq qaydada araşdırma aparıldığını bildirib. Araşdırmanın nəticələrinə görə bu il aprelin 9-da 14:45-dən 17:00-a qədər efir vaxtında Space TV'də yayımlanan Tarixin Bir Günü proqramında iddia olunan fikirlərin efirdə yayımlanmadığı aşkar olunub.